Mövsüm daha yaxşı ola bilərdi, amma 9-cu yer məncə heç ürəyə yaxın deyil. Niyə alınmadı? Alınmadığının səbəbi var, amma Futbolçularda deyil. inşallah o səbəbləri unutduqca. Futbolçularda deyil. Futbolçularda deyil səbəb. Səbəb hər şeydə. Əgər 9-cu yerdə isə klub olaraq, məşqçi olaraq, futbolçu olaraq, ən başda da biz futbolçu olaraq problem bizdədir. Müqavilən davam edir. Amma yenə də adım Neftçi hallanır. Bir Avropanın bir neçə futbolçu klubu idi, hansı yadında deyil. Yəni Neftçilər ümumiyyətlə. Hələ heç nə. Mövsüm indi bitib. Hələ qarşıda ən vacib oyunumuz var. Milli komanda yollanacağım. Bütün fikrim hələ ki oradadır. Amma hər şey mümkündür. Hər şey ola bilər. Milliyə yenidən dəvət aldınız. Yəni Santos tərəfindən belə müğəndi futbolçuların bilirsən, belə gənc futbolçular bilirsən, vaxt nə deyək. Milliyə dəvət almaq qürurlu bir hissdir. İnşallah bu daimi olar mənim üçün. Yəni əlimizdən gələn edəcək ki, oyunlarda maksimum nəticəni göstərək. Amma yəni heç ürək açan deyil də, komanda məğlub oldu, Qayısı məğlub oldu, Belarus'a bu dəfə yenə yoldaşlıq oyunlardı. Mövsümün axırında motivasiya tapıb futbol meydana çıxa bilərsiniz. Motivasiyasız Motivasiya nə məsəl? Motivasiya tapıb meydana çıxa bilərsiniz bir mövsümün. milliyə gediriksə, yəni motivasiya tapmağa ehtiyac yoxdur orada. Orada getmək özü bir motivasiyadır.